Mingəçevir Dövlət Universiteti Psixologiya Elmi Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə psixologiyada multidisiplinar elmi tədqiqatlar konfransı öz işinə başlayıb. Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Konfransın rəsmi hissəsi ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmailov belə elmi platformaların regionlarda keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müasir dövrdə psixoloji rifahın təmin olunması, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafı baxımından elmi tədqiqatların rolu getdikcə artır. Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın təşkilini universitetin elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Rektor qeyd edib ki, konfransa 27 müəssisə və təşkilatdan ümumilikdə 265 elmi məqalə qəbul olunub. Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışında konfransın yüksək səviyyədə təşkilinə görə Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edib. Bu konfrans inanıram ki, psixologiyada multidisiplinar yanaşmaya böyük bir töhfə verəcək. Çünki müxtəlif istiqamətlərdə həm məruzələr olacaq, həm workshoplar olacaq, elmi tədqiqat işlərinin təqdimatı olacaq. Burada həm pedaqoji psixologiya, həm klinik psixologiya, həm sosial psixologiya, ailə psixologiyası ilə bağlı, inklüziv təhsillə bağlı həm məruzələr, həm workshoplar olacaq. Çox sevindirici haldır ki, artıq belə konfranslar digər Bakıdan kənarda, paytaxtdan kənarda keçirilir və gələndən artıq mən bura vurulmuşam Mingəçevirə. İnşallah ki, tez-tez gələcəyik, görüşəcəyik, elmi müzakirələrdə, tədqiqatlarda bir yerdə əməkdaşlıq eləyəcəyik. Bu təkcə konfransdan yekunlaşmayacaq və mən də təqdimatımız olacaq bugün və həyəcan təşviş pozuntuları üzərində aparılan neyrotənzimləmələr, neyropsixoloji aparatların təsiri barəsində tədqiqatımızı, bizim kifayət qədər çoxlu xaricdə çap olunan tədqiqatlarımız var. Konfransda çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi konfranslar ali təhsil müəssisələri arasında elmi dialoqun inkişafı, təcrübə mübadiləsinin genişlənməsi və ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, Mingəçevir Dövlət Universiteti və Psixologiya Elmi Tədqiqat İnstitutu bu tədbiri təşkil eləməklə çox böyük bir əhəmiyyətli bir məsələyə toxunubdular və çox sevindirici haldır ki, bu tədbir yalnız universitet binaları çərçivəsində keçirilmir, daha geniş şəhər ictimaiyyətinin, o cümlədən şəhər rəhbərliyinin iştirakı ilə və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilməsi bu eyni zamanda elmin populyarlaşması kontekstində də mühüm əhəmiyyət daşıdığını düşünürəm və bu baxımdan da konfransın uğurlu olacağına hər hansı bir şübhəmiz yoxdur və həmkarlarımıza uğurlar arzu edirik. Qeyd edək ki, 24-25 aprel tarixlərini əhatə edən konfrans psixologiya sahəsində multidisiplinar elmi yanaşmaların təşviqi, elmi nəticələrin paylaşılması və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Elvin Qudrətov, Rahim İbrahimoğlu, bugün informasiya proqramı üçün.